Salam əziz Teleqrup izləyiciləri. Qərə bugün Bilgəhdən, bahalı dalanlardan sizin üçün bir dənə 3 mərtəbəli villa çəkib göstərəcək ki, hələ belə birisi sizin qarşınıza çıxmıyor. Həzi getdik. İzləyicilərimiz üçün istəyirəm ki, ətraflı çəkim, detal anladım ki, baxsınlar ki, bağı necə tikirlər, bağı necə pul xərcləmək lazımdır. Götürək var giriş hissəyə. Qarajı yerində, mühafizə otağı öz yerində, bir dənə də ki, buna bax, möhtəşəmliyə bax. Bir villanın pulu var burada. Bilgəhi sevirəm də, çünki Bilgəhdə ki, dalanlarda ev aldın, yodu birbaşa sənin ciyərin qəbul edir. Ondan sonra gedən tərəf başqa tərəfdir. Keçək əyitimizə. Harada nə görürsünüz, hamısı təbii daşdır. Yerlər mərmərdir, hasarlar da ki, ağlay dediyimiz daşlardandır. Gördüyünüz bu hissə demək olar ki, ev yiyəsi bunu özünə özəl tikib. Ümumiyyətlə, hamısını özü üçün tikib. Sadəcə burada görünüş odur ki, burada bir neçə nüans var. Nüanslardan biri budur ki, bu pəncərələr hamısı açılır yayda, olur bura yay mətbəxi. Bağlanır, olur qış mətbəxi. İçəridə kamenimiz, mətbəximiz, köməkçi otaqlarımız çoxdur. Ən çox xoşuma gələn hissələrdən biri də hələ budur. Gəl, baseynə gəl. Ay kişi, elə bilginən ki, Olimpiya stadionundasan. 20 metr, 19 metr nə qədərsə santimlə deyib ki, uzunluğu var. Eni də ki, 4-5 metr deyib, nə qədəmi? 5-6 metrdə eni var. Çox funksiyalı, bahalı motorlarla təchiz olunmuş, qəşəng bir dənə funksiyalı baseynimiz var. Göz qabağında da hər şey. İzləyicilər, ümumi əyitimiz 25 sotdur. Deyəcəksən ki, Qərə niyə bunun ortasında dedin? İstədim ki, gözəl bir dənə seyr eləyəsiniz, baxasınız ətraflı. Evimiz də ki, 700 kvadratdır. 700 kvadratın içində otağın sayını edirsən, deyərsiniz ki, hər mərtəbə bir dənə otaq yerləşir. Gözəldir, qəşəngdir. Həzi, çək bir dənə ətraflı görsünlər. Don't you dare say that I wanted everything to fall apart when it's haunting me. Cause my only crime was hoping there is something more than this loneliness I feel. But no one makes me feel less alive. We're fighting fire. The way you push my buttons just right. We're fighting fire. When two voices of nature collide. We're fighting fire. Can't help but feel the temperature rise. We're fighting fire. We're fire. Burada deyiblərə iş insanın cövhəridir. Bax. Dekorativ ağacları çıxardırıq, göndəririk əyitin qabağına. Burada meyvə ağaclığı eləyirik. Maşallah iş gedib, çox hissəsi, az hissəsi qalıb. Manqalimiz oradadır. Bir də ki, evi var, çiller var orada, həzi. Bahalı çillerlərdən evi soğutma, isitmə sistemidir. I'm walking alone, the streets are empty. The only thing I can see is my own silhouette. I'm getting stronger, step by step. The clock is ticking, but there's no time for regrets. I've been flying from town to town, from London to Taiwan. I've been all around the globe, trying to protect your soul. We are heroes tonight. We will fly above the sky. We are heroes tonight. Yeah. We are
da bir dənə sirr açım sizin üçün. Bax, bu evin də, villamızın da 2 dənə girişi var. Köhnə kişilər də evə 2 dənə giriş qoyardı. Deyəcəksiniz nə üçün? Çünki biri ailənin özü üçün giriş çıxışı üçün, biri isə qonaq üçün. Çünki kişinin elə bir qonaqlığı ola bilər ki, onun say etibarı ilə olsun, ətraf etibarı ilə olsun, evdəkilər heç tanımayıb da bilər, bilməyə də bilər. Ona görə onlar ikinci qapıdan girərdilər, oturardılar, yeyərdilər, içərdilər, keçib gedərdilər. Heç ev yiyəsi bilməz ki, gələn qonağın sayı nə qədər deyə özləri kimlərdir. Mən də sevdim bax bunu, xoşuma gəldi. Amma icazə ver, buradan mən çıxım. Allah canını sağlasın. Bəli, bu da villamızın əsas girişi, əsas çıxışıdır. Qiymət üçün gələndə aşağıdakı nömrəni yığacaqsınız, işarədən bəziləri tutacaq. Aşağıdakı nömrəni yığacaqsınız, qərəz sizə deyəcək. Yəni, ən azından milyondur da, milyon.